Sen olan yer mənə cənnət sayılır, cənnət sayılır. Sen olan yer mənə cənnət sayılır, cənnət sayılır. Sen olmasan mən yaşayamam. Yəni bax belə deməli, əziz hörmətli dəyərli izləyicilər, bu hələ indi bax bu mahnıyı deyirəm. Bu musiqili meyxanadır da, belə deyək də. Bu müğənnilər üçün deyil axı. Bu musiqi meyxana oxuyanlar var da, musiqi meyxanaçılar var da, musiqili meyxanalar oxuyurlar. Onlar üçündür. Qoy onlar qabağa getsin. Şəbnəm Tovuzlu oradan oxuyur, Vəfa Şərifova oradan oxuyur. Nə bilim, ancaq müğənnilər. Müğənni nə oxumalıdır? Müğənni bəstəkar mahnısı oxumalıdır. Müğənni belə şair yazır, meyxanaçı yazıb verməlidir bəstəkara. Bəstəkar bəstələməlidir. Müğənni də oxumalıdır. Yox, deyiləm, müğənni nə idi? Musiqili meyxanaçılar oxuyur, neydi adı? Adını sən deyiləm. Müğənni də meyxanaçıdan alır, deyir elə mən oxuyur. Hansı meyxanaçının mahnısı xod gedir, məsəl üçün, belə deyək də, müəyyən bir meyxanalar var da, müəyyən bir meyxanalar var. Məsəl üçün, ruhu şad olsun, Elnur Valehin, o bir mahnısı var. O, məsəl üçün, o gördülər xod getdi, Elnur Valehin ifasında və s. və s. Başladılar müğənnilər də oxumağa, yenə həmən müğənnilər, bəzi müğənnilər. Dəhşətdir, dəhşət, valla. Sizlər belə bu fikrə nə bildirirsiniz, əziz dostlar? Yəni, mən belə fikirləşirəm ki, yəni, daha musiqili meyxanaçılara qulaq asmağa ehtiyac qalmayıbdır. Da elə müğənnilər oxuyur da, gah Şəbnəm Tovuzlu oxuyur, düzdür, Şəbnəm xanıma böyük hörmətim var, yəni nə mənada səsinin heyranıyam. Allah onun səsinə həmişə qüvvət versin. Amma belə ki, yəni bu bəstəkar mahnıları oxusunlar. Düzdür, meyxanaçılar şairdirlər və meyxanaçılar şairdirlər, belə deyək. Bunlar şeiri yazsın, versin hansısa bir bəstəkara. Bəstəkar da belə bəstələsin və bu müğənni də alsın, oxusun. Olsun əla, zövqə uyğun. Yoxsa meyxanaçının oxuduğu tərzdə bizim bu müğənnilər oxuyur. Bu düzgün deyil də. Vallah billah, həqiqətən də. Elə TikTokda belə fırlayırsan ki, sən olan yer mənə cənnət sayılır, cənnət sayılır. Bax bu mahnı deyil, bu musiqili meyxanadır, meyxana. Kimin idi? Bu görüm kimin idi? Nəsə tanış gəlir, yadımdan çıxıbdır. Bir ara ki, yəni bir sözlə ki, meyxanaçı özü üçün bəstələyib oxuyur. Meyxanaçı özü üçün bəstələyib oxuyur. Sən onun, ay müğənni, sən o meyxanaçının mahnısını, meyxanasını niye götürüb oxuyursan? Yəni pul verib alırsan, pulunu verib alırsan. Sən niye onun mahnısını, nətər deyib, mahnısına pul verib alırsan? Qoy onun özü elə trendə düşdü. Bir 300-500 manata alırsan, ay müğənnilər. Alırsın 300-500 manata. Bir 4-5 mində pul xərcləyirsin, trendə düşürsün. Hazır qoy ona kömək olayın, qoy o meyxanaçının özü trendə düşsün, tanınsın, belə biraz o da xoşallansın. Yazıq 300-500 manata mı ehtiyacı var elə? 300-500 manatla nə arayacaq o meyxanaçı? Elə ona kömək edin, qoy o trendə olsun da, o qabağa geçsin. Bax belə. İndi dostlar, siz nə fikir bildirmək istəsəniz, rəy bölümündə yazarsınız. Da o, məsəl üçün, mənim bir izləyicim var, Kəmalə xanım, belə deyək də, yeni yetimə gənc xanımdır, kraliçamızdır da. O, ay Kəmalə, orada da yazma Şahmar bəy, necəsən, nə var, nə yox. Mən sual verirəm. Yəni bu musiqiçi müğənnilərin bu musiqili meyxana oxumağının yeri var mı? Bir dənə onu
fikirlərinizi bildirəsiniz. Kəmalən timsalında bütün izləyicilərə ateşli salamlar olsun. Eşq olsun, var olun. Allah həmişə xoş günlər nəsib eləsin. Deyin, güləyin, şənlənəyin. Müharibədir, nə qaraq olar. Bir gündə əlim ola bilər, bir gündə mən də belə oturub danışdığım yerdə mənim təpəmə düşəcək o raketin biri. Astağfurullah, Allah uzaq eləsin, Allah uzaq eləsin. Heç vaxt ola bilməz, ola bilməz, ola bilməz. Bir daha Allah belə deyək, Cənubi Azərbaycanlılarımıza da Allah kömək olsun, inşallah. Tanrımız kömək olsun, Tanrımız kömək olsun. Bu neyse, Xamneyi de bu gece ölecek bir sözle. Oldu. Fikrinizi bildirərsiniz dostlar. Xamneydən yox ha. Yəni bu müğənnilər, bu musiqili meyxana sözlərini oxumağının nə yeri var? Mənası nədir? Ay gözəl bəstəkar mahnılar gedin oxuyun da qəşəng belə maraqlı, belə intonasiya ilə sizə qəşəng bəstələsinlər belə la 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 la. Yoxsa sən olan yer mənə cənnət sayılır. Onu mən də oxuyaram. Daha ki əzbərliyim, mən də oxuyaram. Problem yoxdur. Hə. O olmasın, bir hansısa bir meyxanaçının sözlərindən xırda meyxanaçılardan da belə deyək, geridə qalmışlardan. Buradan meyxanaçılara da salamlar olsun. Hə, geridə qalmışlardan məsəl üçün onların meyxanalarından əzbərləyib oxuyaram belə. Problem yoxdur. Yəni köhnələrdən deyirəm və geridə qalmış yəni köhnələrdən. Heç nə, var olun, Allah həmişə canınıza sağlıq versin. Könlünüz xoş olsun, deyin, gülün, şənlərin. Mən də bax belə istəyirəm ki, belə sən alan yer mənə cənnət sayılır, cənnət sayılır. Sən olmasan mən yaşaya bilmərəm, bilmərəm. O gönlü görmərəm, görmərəm. Dandı. Meyxanaçılardan, ustadlardan üzr istəyirəm. Nə şair deyiləm, nə meyxanaçı deyiləm. Adi bir, sadə bir insanam. İstəmişəm belə aktyor olum, şovmen olum. Belə maraqlı bir şey yaparım. Nəsə dəstək olmadı da, olmadı. Çünki həyatda xain adamlar var da. Gərək irəli çəkmək üçün neysə bir dəstək, müəyyən bir neysə olmalıdır. Neysə, sualımı bildiniz də dostlar, sualım neydi? Sualım odur ki, bu müğənnilər musiqili meyxanaları oxumağı yaxşıdırmı yoxsa pisdirmi? Yəni bəstəkar mahnısı oxusunlar yoxsa elə bu musiqili meyxanaları oxusunlar? Bu bizim bu öndə olan, trenddə olan müğənnilərimiz, belə deyək. Nə tərsi? Yaxşı olur. Öpürəm.